Kanalımın dəyərli izləyiciləri, mən Kamil müəllim yenə də ədəbiyyat fənninə aid bir test nümunəsi ilə qarşınızdayam. Bu videomda Əhməd Cavadın Səsli Qız əsərinin məzmununa aid bir sualı sizə izah eləməyə çalışacağam. Və sualdan da gördüyünüz kimi biz Səsli Qız əsərinin məzmununa aid düzgün fikirləri müəyyən etməyə çalışmalıyıq. Təcrübəmə əsasən deyə bilərəm ki, abituriyentlər, universitetə, ali təhsil müəssisəsinə hazırlaşan şagirdlər, yuxarı sinif şagirdləri bu tipli suallarda bəzən verilən fikirlərin hamısı doğru olur və bu tipli suallarda yanlışa yol verirlər. Necə deyərlər, testin şərtini unudurlar. Baxın, burada şərtə fikir vermək lazımdır. Söhbət məzmundan gedir. Biz məzmuna aid düzgün fikirləri müəyyən etməyə çalışmalıyıq. Əziz abituriyentlər, bəzən variantlarda forma ilə bağlı doğru fikirlər verirlər. Siz də bir anlıq sualın şərtində məzmuna aid doğru fikir tapmalı olduğunuzu unudub, formaya aid verilmiş doğru fikirləri də yazırsınız. Və imtahandan sonra cavabınızda yanlışlıq gələndə təəssüflənirsiniz. Belə məqamlarda ona görə olduqca ayıq-sayıq olmaq lazımdır. Sualın izahına keçməmişdən öncə hər kəsdən xahiş edirəm ki, videomu izlədikdən sonra bəyənin, kanalıma abunə olun. Bu tipli videolarımdan xəbərdar olmaq üçün daim kanalımı izləyin. Mənim YouTube kanalımın əsas, necə deyərlər, izləyici segmentini abituriyentlər, yuxarı sinif şagirdləri, eyni zamanda müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşan müdavimlər, namizədlər, müəllimlər təşkil edirlər. Kanalımda sırf təhsillə bağlı, təbii ki, Azərbaycan dili və ədəbiyyat fənni ilə bağlı maraqlı paylaşımlar eləməyə çalışıram. İndi keçəyin sualımızın izahına. Deməli, biz formaya aid, daha doğrusu məzmuna aid düzgün fikirləri müəyyən etməliyik. Birinci fikirdə yazır ki, Səsli Qız əsəri nəzmlə yazılmışdır və poema janrındadır. Təbii ki, poema haqqında ümumiyyətlə bu fikir düzgündür. Səsli Qız əsəri poemadır və nəzmlə yazılıb. Çünki bütün poemalar nəzmlə yazılır. Mən heç vaxtı nəsrlə yazılan poema görməmişəm. Amma söhbət məzmundan getdiyi halda birinci fikir formaya aid düzgün fikirdir. Ona görə bizə bir lazım deyil. Biri götürmürəm. Gəlirik ikinci fikir oxuyuruq. Saranın qan içən hökmdarı zəhərləyərək öldürülməsi ümumxalq üsyanının başlanmasına səbəb olur. Əsərdə doğrudan da belə bir məqam var. Məğlub edilmiş, işğal edilmiş ölkənin vətəndaşı olan Sara, onun ölkəsini işğal edən, ələ keçirən hökmdarı əlinə fürsət keçən kimi zəhərləyərək öldürür və bundan sonra, necə deyərlər, işğal olunmuş xalq, cəmaat, ölkənin xalqı cəmaatı o işğalçının qoşununa qarşı, işğalçılara qarşı bir ümumxalq üsyanı necə deyərlər, təşkil edirlər və yadelliləri öz vətənlərindən qovurlar. Bu əsərin məzmununda belə bir hadisə yaşanır. Ona görə biz bunu doğru götürməliyik. Gəlirik üçüncü fikrə. Lirik təqdimat epik təhkiyəni üstələnmişdir. Baxın, ümumiyyətlə bu üçüncü fikir özü də məzmunla yox, forma ilə bağlı doğru fikir, daha doğrusu forma ilə bağlı fikirdir. Amma ümumiyyətlə forma ilə bağlı da yanlış fikirdir. Burada lirik təqdimat yox, poema daha çox epik poemadır. Və bunun məzmuna aidiyyatı yoxdur. Ona görə üçüncü fikirdə biz yanlış götürməliyik. Və oxuyuruq dördüncü fikri. İşğalçı hökmdarın adamları Saranı Kef məclisinə gətirir və qalib hökmdara ölkənin ulduzu adı ilə təqdim edirlər. Bax, bu fikir, dördüncü fikir sırf məzmunla bağlı bir fikirdir, amma yanlış fikirdir. Niyə? Düzdür, Sara qalib hökmdara ölkənin ulduzu adı ilə təqdim edilir. Ölkənin də yox, ölkəmizin ulduzu adı ilə təqdim edilir. Deməli, ölkəmizin ulduzu adı ilə təqdim edənlər isə işğalçı hökmdara Saranı o adla təqdim edənlər, deyək ki, hökmdarın öz adamları deyildi. Elə Saranın öz həmyerliləri bu xəyanətkarlığı edirlər. Ona görə dördüncü fikir də səhvdir. Yəni, satqınlar, daxildə olan o xəyanətkarlar öz ölkələrinin vətəndaşı olan Saranı ölkəmizin ulduzu adı ilə işğalçı qaniçən hökmdara, xaqana, onun Kef məclisinə aparıb təqdim edirlər. 4 səhvdir. Gəlirik 5-ci fikrə. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən xaqan, yas içində olan yerli adamları
bəli, bayram etməyə məcbur edir. Ümumiyyətlə bu poemada diqqətlə oxuyub baxsaz görərsiniz ki, işğalçı hökmdar uşaqlar testlərdə də düşür. Əziz kanalımın izləyiciləri, testlərdə də düşür. İşğalçı hökmdar əsərdə çox görünmür, amma onun o bir neçə deyək ki, əməlləri var ki, onlar oxucuda onun haqqında, o necə qan içən bir insan olduğu haqqında tam təəssürat yaratmış olur. 5-ci fikir bu mənada doğrudur. Bizə də məzmunla bağlı doğru fikirlər lazım idi və beləliklə bizim testimizin doğru cavabı edir 2 və 5. Videonu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm.